Aktiv həyat mənim təbiətimdir layihəsi çərçivəsində Qombori könüllülərinin hazırlığı mərkəzi 6 günlük yay düşərgəsinə ev sahibliyi edib. Düşərgədə Gürcüstanın müxtəlif bölgələrindən 30 iştirakçı veteranlar, yaralanmış hərbiçilər, əlilliyi olan şəxslər və onkoloji xəstəlikdən əziyyət çəkən şəxslər iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar silahın sökülüb yığılmasını öyrənib, müdafiə qüvvələri haqqında məlumatlandırıcı mühazirələrə qatılıb, balıqçılıq və digər fəaliyyətlərdə iştirak ediblər. Layihənin məqsədi iştirakçıların fiziki və sosial fəallığının dəstəklənməsi, təcrübə mübadiləsi və komanda bacarıqlarının inkişaf etdirilməsi olub. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində keçirilən geniş miqyaslı əməliyyat nəticəsində oğru dünyası ilə əlaqəli 27 nəfər saxlanılıb. Daha 6 nəfərə isə ittiham irəli sürüləcək. İstintaqın məlumatına görə həmin şəxslər xaricdə olan qanuni oğrunun göstərişləri əsasında oğru söhbətləri təşkil edir, maliyyə mübahisələrini həll edir və tərəfləri pul ödəməyə məcbur edirlər. Aparılan axtarışlar nəticəsində kompüter texnikası, mobil telefonlar, odlu silah və döyüş sursatı aşkar edilərək götürülüb. İstintaq bir neçə maddə üzrə davam etdirilir. Təqsir sübuta yetiriləcəyi halda bu maddələr 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.